Ay xanım, kim islah eləsin? Ne danışırsan səni? Reklam eləyir, reklam da səhifəmi öldürür, mən də attım səssizə. Səndən icazə alacağım, ay qız. İslah səni eləsin, elə bir kafir zadıq, qaşqaldıq. Gedişinlə məşğul olas. Gedişinlə məşğul ol. Bak. Namaz qılıb baş bağlayan gedib hansısa adi insana demir Allah səni islah eləsən. Namazını, dinivi, imanını, hicabını Allaha görə bağlayırsan. Mənə görə bağlamırsan az. Mənə görə cənnətə düşmək üçün özünü cırmırsan burada. Nə də qazanıb mənə yedizdirmirsən yaxşılardan qıraq. Gedişindən məşğul ol. Hicab taxırsan mən minnət qoymaz. Mən kimləsə də səhv salmaz eşitdin az. Gəlib cəmaatın gözünə hicabını, nə də namazını soxma, bildin? Allah bilsin, bəs dur gedişinlə məşğul. Reklamını get başqa yerdə az. Yaxşılardan qıraq, get həyatını yaşa. Sonra da gəl otur mənim canlımda qriyyət istərsik. Çıx çələz buradan. Çıx çələz buradan. Evet, bas bayra gözüm səni görməsin. İslah eləsin Allah sizi. Qoşuram səni bura, davay 10 dənə kasıbaz yardım elə. Davay az. Bura gəlsən. Bura gəl. Davay qoşul misafirə. Qoşul az misafirə. Namaz qılan deyilsən, qoşul bura 10 dənə kasıba kömək elə. Qoşul bura, tez o səni gözləyirəm. Qoşul misafirə. Qoşul misafirə az. Allah bizi islah eləsin, görə səni eləyəcək. Qoşul misafirə. Tez ol, qoşul misafirə. Davay tez ol. Qoşul misafirə. Qoşul misafirə, səni gözləyirəm. Biz kafirik, Allah bizi islah eləsin, səni gözləyirik. Qoşul misafirə. Gözləyirik, qoşul misafirə. Yaxşılardan qıraq mənə minnət qoyur. Elə bir söyüş artıq söz dedik. Qoşul misafirə. Bir dənə səhifədə bir hicablıdır, hicablı deyil. Profil qoyub qoşulub hicab geyimləri ucuz qiymətə. Boş-boşuna reklam edir, atdıq səssisə belə eləyir. Allah sizi iştah öyrətsin. Hicabını niyə səssizə atırsınız? Az hicablısan. Bacı, yaxşılardan qıraq. Qoşul misafirə. Qız qoşulsa.